Bakıxanov qəsəbəsindən Razildən salamlayıram. Abad məhəllədə 3 otaqlı mənzilimiz satışa çıxıb. Qanuni 3 otaq, mərtəbəsi də çox gözəldir dostlar. 9 mərtəbəli 2 ev layihəli binanın 2-ci mərtəbəsi. Məhəlləni görürsünüz dostlar, uşaqların əyləncəsi üçün, böyüklərin istirahət üçün hər bir şərait var. Yaşıllığı da gördüyünüz kimi qaydasında. Ətrafda 271 nömrəli məktəb, uşaq bağçası, böyük ticarət obyektləri fəaliyyət göstərir. Dəyərli izləyicilərim, məhəllə haqqında bu qədər indi istəyirəm. Evin təqdimatını sizin üçün edim. Evin təmiri də olduqca səliqəli vəziyyətdədir, qaydasındadır. Mənzilin daxilindən təqdimatımıza davam edək. Ya Allah, Allah xeyir versin. Polisiniz. Bir dənə xal götürək. Geniş bir polis hissəmiz var. Dəyərli izləyicilərim. Yaşama park etdik, gördüyünüz kimi. Burada mənzilin daxilində belə deyəcəm. Kladovkası var. Operatörümüz mənə göstərsin. Mənzilin daxilində belə bir kladovkamız var. Dostlar, istəyirəm ilk öncə polis hissəsini göstərdik, zalı sizin üçün təqdim edək. Ev bütün döşəmə, mənzilin bütün otaqları döşəməsi park etdik. Mənzil səliqəli vəziyyətdə gördüyünüz kimi gir yaşa vəziyyətdədir. Hal-hazırda boşluq, yaşayış yoxdur. Mənzilin istilik sistemi, dövlətin verdiyi istilik sistemidir. Pəncərələr hamısı plastikdir. İndividual iş görmək olar, dəyərli izləyicilər. Belə deyək, qapıları kim istəsə zövqünə görə aboylu qapıdır, dəyişiklik edirlər. Otağın kvadratı olduqca böyük, arası 20 kvadrat ölçüləri var. İndi isə yataq otaqlarını sizin üçün göstərəcəm. Dən yaxınlar. Belə bir yataq otağımız var dostlar. Burada eyvan hissəsi olub, açılıb qapılı. Yataq otağımız bir qədər də ölçülər hardasa 17-18 kvadrat ölçüləri var. Yataq otağının pəncərəsi də qarşısı açıqdır. Yan tərəfə, məhəlləsinə yox, digər tərəfə bax. Növbəti bir yataq otağımız. Dən yaxınlaş qardaş. Yataq otağımız var. 17-18 kvadrat geniş ölçüləri var. Yataq otağının dəyərli izləyicilər. Belə eyvana çıxışı var. Eyvan hissəsini açıq qatır. Yataq otağını böyütmək mümkün. Buradan da mətbəxdə eyvan hissəsi. Buranı belə deyil də dostlar, əlavə otaq kimi istifadə edirlər. Yəni, olduqca böyük. Yəni, əslində mənzilin eyvan hissəsi. Amma kim istəsə, yəni yataq otağı kimi, uşaq yataq otağı kimi də düzəldirlər. Bura mənzilin məhəlləsini göstərir bənzərir. Pəncərələr hamısı gördüyünüz kimi boymadır, plastikli dəyişir. Bura mənzilin mətbəxlidir. Mətbəx hardasa belə deyil də dostlar. Həqiqətən çox genişdir. 16-17 kvadrat geniş ölçüləri var. Mətbəx mebeli yığılıb, aspiratordur, qazılı, hazır vəziyyətdə. Burada da döşəmə parketli, səliqəli vəziyyətdə. Qiyməti axırda deyəcəm dostlar, qiymət həqiqətən çox münasibdir. Sanuzla, sanitar boşağımız da təmirci vəziyyətdədir. Şəraiti əlalı edin. Mənzilin yerləşmə yeri haqqında dostlar məlumat verdim. Lazımdır. Bakıxanov qəsəbəsində Abad məhəllədə voyenli dvor deyirlər. Yəni bu ərazidə yaşayanlar bilir. Çox yaxşı yerdir. Dövlət tərəfindən əsaslı şəkildə təmin olunur. Məhəlləsi düzəldilir. Stadionu uşaqların oynamaq üçün, əyləncəsi üçün park düzəldilir. Hamısını göstərmişik. Qiymət dostlar 180 min manatla satışa çıxır. Sənədlər tam qaydasında alqı-satqı günü mənzilin açarları ofisiniz tərəfdən alıcınıza təhvil ediləcək. Allah xeyir versin. Zənginizi gözləyib. Sağ olun, var olun.